Salam hörmətli izləyicilər, mən Real Həmidov. Bu videodan etibarən sizə kimya fənni üzrə nəzəri materialları, qayda və qanunları izah etməyə başlayacağım. Kanalımda həmçinin test videoları, test izahları da var. Tövsiyə edirəm ki, əvvəlcə nəzəri videoları izləyin, daha sonra test dərslərinə baxarsınız. Vaxt itirmədən keçək birinci dərsimizə. Birinci dərsimiz kimyaya giriş xarakterli dərsdir. Yəni bu dərsdə kimyanın tərifi, elementlər, onların işarəsi, adlandırılma qaydası, daha sonra saf, qarşılar ayrılması haqqında məlumat verəcəm. Çalışacağım ki, mənim öz kitabımın birinci hissəsi, ümumi kimya hissəsinə uyğun olaraq, uyğun ardıcıllığına gedək. Siz görürsünüz ki, burada əvvəlcə elementlərdən bəhs olunub. Ondan danışmadan əvvəl sizə kimya nə haqqında elmdir, nədən bəhs edir, onun haqqında qısaca məlumat vermək istəyirəm. Təbii ki, kimyanın tarixi, qədim tarixə malikdir və tarixinə dair uzun bir video dərs çəkmək olar. Amma həm qəbul imtahanı modelinə uyğun olmadığı üçün, yəni qəbul imtahanında kimyanın tarixindən suallar verilmədiyi üçün, həm də ki, əlavə material kimi olduğuna görə şagirdlər kim ki, kimyanın tarixi ilə maraqlanır, əlavə resurslardan, internet materiallarından, ensiklopediyalardan istifadə edərək bu barədə məlumat ala bilər. Biz isə çalışacağıq əsasən şagirdlərin və abituriyentlərin çətinlik çəkdiyi nüanslar, hesablama qaydaları, düsturlar, o barədə daha geniş izah verəcəm. Kimyanın tərifi belədir. Kimya maddələr, onların xassələri, quruluşu, çevrilmələri və bu çevrilmələri idarə etmə üsulları haqqında elmdir. Təbii ki, bu tərifi biraz da uzatmaq olar. Amma bu tərifi qısaca belə ifadə eləmək olar. Kimya maddələr haqqında elmdir. Yəni kimyanın öyrəndiyi, kimyanın predmeti, kimyanın öyrəndiyi şey maddələrdir. Kimya özü də 3 hissəyə bölünür əsasən. Söhbət orta məktəb kimyasından gedir. Ümumi kimya, qeyri-üzvü kimya, üzvü kimya. Ümumi kimya, kimyanın əsas qanun qaydalarına bəhs edir. Qeyri-üzvü kimya, qeyri-üzvü maddələrdən, üzvü kimya isə üzvü maddələrdən bəhs edir. Qeyri-üzvü, üzvü nə deməkdir? Qeyri-üzvü əsasən cansız təbiətdə olan maddələrdir. Üzvü isə canlılara, yəni üzv sözünə götürülür. Canlı orqanizmlər üzv olan, canlıların tərkibinə daxil olan maddələri öyrənən hissə isə üzvü hissədir. İndi isə maddələr haqqında məlumat verək. Maddələr ya birbaşa, ya dolayı yolla hamısı atomlardan təşkil olunub. Yəni ətrafımızda gördüyümüz hansı maddə varsa, onlar atomdan təşkil olunub. Maddə deyəndə bəzən şagirddə elə təsəvvür yaranır ki, söhbət laboratoriyadakı o kolbalarda, müəyyən qablarda olan maddələrdən söhbət gedir. Xeyr. Kimya təkcə laboratoriyada həbs olunub qalmayıb. Yəni kimya bütün ətrafımızda, bütün həyatımızda var. Yəni özümüz də daxil olmaqla gördüyümüz bütün əşyalar, bütün cihazlar, bütün hər bir şey, canlı və cansız hər bir şey maddələrdən təşkil olunub. Kimyada həmin o maddələri öyrənir. Belə desək, maddəyə belə tərif verə bilərik. Cisimlərin təşkil olunduğu nə varsa, onlar maddə adlanır. Maddələr özü də atomdan təşkil olunub. Təbii ki, molekulyar, qeyri-molekulyar quruluşlu maddələrdə indi siz görəcəksiniz, birbaşa atomdan təşkil olanı da var. Atomların birləşib əvvəl molekul əmələ gətirib, sonra isə maddəni təşkil etdiyi hallar da var. Atomlar çox-çox kiçik hissəciklərdir. Onların kiçikliyini nəzərə çatdırmaq üçün bircə onu demək kifayətdir ki, bir vərəqin qalınlığında təqribən 100 min atom cəmlənir. Yəni 100 min atomu biz üst-üstə yıxsaq, cəmi bir vərəqin qalınlığı qədər edəcək. Bu, onların çox kiçik hissəcik olduğuna bir nümunədir. Mən çalışacağım ki, bu dərslərdə əsasən mənim öz kitabımın, burada indi ümumi kimya hissəsidir, hissələrə bölüb hazırlamışam. Ümumi kimya hissəsinə uyğun proqramla, mündəricatla izah edəcəm. Burada da görürsünüz ki, ilk səhifədən etibarən deməli, elementlərin işarələri və adları verilib. Siz bütün kimya kabinetlərində, otaqlarında dövrü cədvəl, yəni Mendeleyevin dövrü sistemi, buna Keç cədvəl də deyirlər, kimyəvi elementlərin dövrü sistemi. Bu cədvəllə tanışsınız. Bu cədvəldə 118 element var. Bəs element özü nədir? Elementi növbəti dərslərdə daha geniş izah verəcəm. Qısaca belə demək olar ki, eyni növ atomlara element deyilir. Misal üçün, hidrogen elementi, yəni bütün hidrogen atomlarından belə deyək də, qruplaşdırılır hidrogen elementi. Və yaxud da bütün oksigen atomlarını qruplaşdırıb deyirik oksigen elementi. Və bu növlər ümumilikdə hal-hazırda 118 element kəşf olunub, onlar da yerləşdirib dövrü cədvəldə. Amma dövrü cədvəldəki bütün elementlər bizim öyrənməyimiz üçün vacib deyil. Bəzi elementlər var ki, ümumiyyətlə orta məktəb kimyasında bəhs olunmur.
Onların əksəriyyəti xüsusən ali məktəb dərsliklərində, yəni universitet səviyyəsində öyrənilir. Bizdə isə əsasən üst hissələrdə cəmləşən, yəni həyatda geniş tətbiq olunan, daha belə deyək, çox tapılan elementlərdən daha çox öyrənməliyik və bunların sayı da təqribən 40-50 arasıdır. Mən bu konspektdə də 45 elementin adını qeyd eləmişəm. Elementlərin adlandırılmasına indi baxaq. Bəzi elementlər var ki, qədimdən bəri kəşf olunub. Misal üçün, dəmir elementi demək olar ki, bütün xalqlar, bütün millətlər qədimdən bəri dəmirdir, qızıldır, gümüşdür, misdir və bu kimi kükürdür, bu kimi elementlərlə tanışdılar. Ona görə həmin elementlərin öz ana dillərində adları olur. Misal üçün, biz dəmirə, məsəl üçün, dəmir deyirik, ingilislər da ki, iron deyir və yaxud da ki, qızıl, biz qızıl deyilir, ingilislər gold deyir, başqa millət başqa bir ad verib, yəni hər millət, hər xalq həmin o qədimdən gördüyü elementlərə adlar verib. Amma bəzi deyəndə əksər elementlər isə sonradan kəşf olunub, yəni məsələn 18-ci əsrdən sonra. Təkcə 1800-cü illərdə, 1800-1900-cü illər arasında 50-yə yaxın elementlər, az qala dövrü cədvəlin yarısı son 200-300 ildə kəşf olunan elementlərdir. Ona görə də onlar kəşf olunar ki, onlara latınca adlar verilib. Onları da əzbərləmək asandır. Misal üçün, latınca hidrogeniumdur, bizim dildə hidrogen. Çoxsunda ium şəkilçisi yoxdur bizim dildə. Misal üçün, latınca oksigeniumdur, bizdə oksigen. Qısası, bəzi elementlərin latınca, Azərbaycanca adı eynidir, bəziləri isə latınca, Azərbaycanca adı fərqlidir. Xüsusən qədimdən bəri bəlli olan elementlərdən söhbət gedir. Amma bunu yadda saxlamaq lazımdır ki, kimyanın ümumi beynəlxalq dili latın dili götürülüb. Düzdür, indi ingilis dili geniş yayılıb, amma elementlərin adının götürülməsində latın dili əsasdır. Yəni, elementlərin adları latınca adına uyğun olaraq götürülür. Misal üçün, azot bizim dildə yox, latınca adı əsas götürülür, nitrogenium və onun baş hərfi ilə işarə olunur, yəni N hərfi ilə. Və yaxud da ki, karbon, yenə də latınca adının baş hərfi ilə, latınca adı S hərfi, C hərfi ilə başlayır, ona görə S hərfi ilə işarə edirik. Yəni, biz elementləri işarə eləmək üçün hərflərdən istifadə edirik. Amma bir məsələ var, 118 element var, amma o qədər hərf yoxdur. Məsələn, hərflərin sayı ingiliscədə 26 hərf var. Yəni, hər bir hərf bir dənə elementi işarə edə bilməz. Çünki hərflərin sayı elementlərin sayına çatmır. Ona görə də belə qəbul olunub ki, eyni hərflərlə başlayan elementlərdə ikinci və ya sonraki hərflərdən birində adına əlavə edirik, bir şərtlə ki, kiçik yazılışla. İndi bunu izah edək, nə deməkdir bu? Misal üçün, biz dedik ki, azot nitrogenium, yəni latıncalı nitrogenium N hərfi ilə başlayır. Eyni zamanda natrium da N hərfi ilə başlayır. Nikel də N hərfi ilə başlayır. Neon da N hərfi ilə başlayır. Yaxşı, biz bu elementlərin hər birinə N hərfi ilə işarə etsək, onda nə olacaq? Biz N hərfi yazanda bilməyəcək hansı elementdən söhbət gedir. Bunun qarşısını almaq üçün ikinci və ya sonraki hərflərdən birində kiçik yazılışla yanına yazmalıyıq. Misal üçün, natriumda Na, neonda N, yanında da kiçik E hərfi, nikeldə Ni. Və bu şəkildə yazırıq. Və yaxud da ki, misal üçün, eyni hərfinə başlayan, biz dedik ki, karbonda S ilə başlayır. İndi, məsəl üçün, misdə də S ilə başlayır, kuprum. Və yaxud da ki, xlorda da S ilə başlayır. Onda biz nə edirik? Bunları fərqləndirmək üçün hərflərdən biri. Misal üçün, kuprumda ikinci hərfi, U hərfi yazırıq bölünə kiçik yazılışla. Və yaxud da ki, məsələn, xlorda isə artıq üçüncü hərfi yazırıq, S, L şəklində. Və yaxud da ki, məsələn, hidrogen, H-la, civə isə hidrogen, H və C hərfin bölündə, yəni C hərfin balaca yazılışla bölündə yanında yazırıq. Yəni, gördünüz ki, ortadakı C hərfi ortada olmağına baxmayaraq yanında yazılır. Qısası, ikinci o da ola bilər, üçüncü də sonraki hərflərdən də biri yanına yazıla bilər. Uşaqlar, ikinci hərf mütləq kiçik yazılışla yazılmalıdır. Niyə görə? Çünki əgər biz böyük yazılışla yazsaq, bu iki fərqli elementi ifadə edəcək. Misal üçün, Cu-da mən ikisini də böyük hərflə yazsam, bu karbondur, bu uranın işarəsidir. Yəni, artıq bu düzgün olmayacaq. Qısası, hər bir böyük hərf bir dənə element işarə edir. Tək başına da ola bilər, yanında kiçik yazılışla onu ayırt edəcək, belə dedik, ifadəni də verə bilər. Misal üçün,
tək başına C olanda olur karbon, Cl olanda olur xlor. Bu adlandırma qaydasıdır. Elementləri mən, ümumiyyətlə elementləri siz əzbərləməlisiniz. Burada mən siyahı şəklində yazmışam. Qeyri-metallar ayrı, metallar ayrı. Və onların hər birinin qrup şəklində adları. Misal üçün, halogenlər, flor, xlor, brom, yod və yaxud da təsirsiz qazlar, qələvi metallar və s. Bunları hər birinin qrup şəklində də bilmək lazımdır. Və hər birinin işarəsi, adı və bəzilərində də qısa oxunuşu var. Misal üçün, hidrogenin qısa oxunuşu H-dır, azotda qısa oxunuş N-dir, fosforda P-dir, bir qismində var, mötərizədə qeyd eləmişəm. Siz özünüzü sual cavab eləyə bilərsiniz və yaxud da müəllim belə dedi, sual cavab eləyəndə iki tərəfli verə bilər. Misal üçün, C hansıdır? Karbon və yaxud da karbon hansıdır? C şəklində deyə bilərik. Misal üçün, sual verilə bilər ki, buradakılardan oksigen necə yazılır? Siz işarəsini qeyd edə bilərsiniz. Və yaxud da ki, işarəni yazır, məsələn, Li, bu hansı elementdir? Litium. Sanki lüğət kimi iki yerə, vərəqi iki yerə bölüb, iki tərəfli birin üstün qapadıb, siz özünüzdə yoxlaya bilərsiniz ki, elementlərin işarəsini əzbərə bilirsiniz ya yox. Bunun ilk dərsdən keçməyə əhəmiyyəti nədir? Çünki təqribən 50-yə yaxın elementi bir dəfəyə öyrənmək biraz çətindir. Ona görə bir neçə dərs ərzində hər dəfə təkrarlayaraq siz onları yadda saxlamağınız daha asandır. Elementlər barədə bu qədər. İndi adlandırma qaydasını dedik və indi canlı və cansızların tərkibinə daxil olan elementlər haqqında qısa məlumat verək. Canlıların və cansızların element tərkibi müəyyən qədər bir-birindən fərqlənir. Əvvəlcə canlılara baxaq. Canlılar dedikdə nə nəzərdə tutulur? Yəni, insan da daxil olmaqla, bitkilər, heyvanlar, göbələklər və s. canlı orqanizmlər, yəni biologiyada keçdiyimiz varlıqlar. Və onların element tərkibinə biz baxsaq, birinci yerdə, əvvəl maddə tərkibinə baxaq. Bilirik ki, canlılara əsasən su təşkil edir. Birinci yerdə ən çox su var. Daha sonra zülallar təşkil edir, yağlar təşkil edir və karbohidratlar, qısaca yazıram bura, karbohidratlar təşkil edir. Bunların da biz tərkibinə baxsaq, suyun tərkibi H2O, hidrogen və oksigen elementlərindən ibarətdir. Zülalların tərkibində əvvəlcə karbohidratlara baxaq. Karbohidrat, yəni karbo, C, hidratda hidrogen, oksigen. Görürük ki, karbohidratlar karbon, hidrogen, oksigendən ibarətdir. Yəni suya əlavə olaraq karbon elementi də var. Yağlar da karbohidratlar kimi karbon, hidrogen, oksigen elementlərindən ibarətdir. Zülallar isə bu üç elementə əlavə olaraq həmçinin ola bilsin ki, böyük əksəriyyətində məsəl üçün azotda var, kükürddə var, fosforda var, xüsusən azot elementi təşkil edir. Biz gördük ki, canlıların əsas tərkibinə daxil olan maddələr sudur, zülallardır, proteinlər də deyilir ona, yağlardır, karbohidratlardır. Və onların da əsas tərkibinə daxil olan elementlər oksigen, hidrogen, karbon və azot və digər elementlərdir. Bunun əsasında mən belə bir siyahı hazırlaya bilərəm. Demək ki, canlıların tərkibinə daxil olan elementlər sırayla budur. Birinci yerdə oksigen elementidir, ikinci yerdə karbon elementidir, üçüncü yerdə hidrogen elementidir, dördüncü yerdə azot elementidir və bu siyahını uzatmaq olar. Daha sonra gələcək kalsium, kükür və s. Yəni metal və qeyri-metallar daxil olacaq. Təbii ki, bu faiz nisbəti hamısında eyni olmayacaq. Bəzi bitkilərdə, heyvanlarda, su canlıları, quru canlılarda fərqli faiz nisbətləri olacaq. Məsələn, ola bilər ki, birində su tərkibində daha çox olsun, hidrogen ikinci yerə qalxsın, karbon üçüncü yerə düşsün. Yəni, ümumilikdə götürsək, oksigen, karbon, hidrogen, azot. Bu dörd element canlıların əsas tərkibini təşkil edir. İndi keçək, bəs yaxşı, cansız təbiəti əsasən təşkil edən elementlər hansılardır? Cansız təbiət dedikdə ətrafımızda olan, yəni cansız, ruhsuz, canlı kimi götürmədiyimiz, biz indi bilirik də biologiyadan canlıları fərqləndirən xüsusiyyətlər nədir? Tənəffüsdür, qidalanmadır, hərəkətli və s. Bax, o xüsusiyyətlərdən, o xüsusiyyətləri olmayan, o xüsusiyyətlərdən məhrum olan varlıqlar nəzərdə tutulur. Cansız təbiəti biz üç hissəyə qruplaşdıra bilərik. Birinci yerdə biz götürə bilərik hava, ikinci olaraq götürə bilərik su, üçüncü yerdə götürə bilərik quru da yaza bilərik, yer qabığı da yaza bilərik daha yaxşısı. Yer qabığı yazmaq daha yaxşı olur. Deməli, birinci başlayaq havadan. Biz bilirik ki, havanın tərkibinə 78% azot, 21% oksigen və 1% digər qazlar aiddir.
Deməli, havanın əsas tərkibi nə imiş? Azot qazı, oksigen qazı və digər qazlar. Bundan bu nəticəni çıxarda bilərik. Havanın tərkibində azot elementi var, oksigen elementi var və digərlərdə artıq az olduğu üçün onları qeyd eləmirəm. Əsas hissəni götürürəm. Sonra keçirik su. Su dedikdə, yəni dənizlər, göllər, çaylar və digər yer kürəsinin su hissəsi nəzərdə tutulur. Bilirik ki, sahəyə görə yer kürəsinin əksər sahəsi su təbəqəsidir, az bir hissəsi quru təbəqəsidir, yəni torpaqdır. Ona görə də suyun formuna baxsaq, görür ki, suyun formulası H2O-dur. H2O-nun da tərkibində nə var? Biz bilirik ki, 18 qramı, indi növbəti dərslərdə mən bunların kütləsinin hesablama qaydalarını da deyəcəm. 16 qram oksigen, 2 qram hidrogen. Yəni, bundan bu nəticəni çıxartmaq olar ki, su təbəqəsinin əsas hissəsini oksigen təşkil edir, sonra isə hidrogen təşkil edir elementlərdən. Amma başqa elementlər də var. Misal üçün, xüsusən də dəniz suyu, bilirik ki, dəniz suyu duzlu sudur və duzlu suyun tərkibində digər duzlar, natriumdur, kaliumdur, kalsiyumdur, berilyumdur və s. müxtəlif duzlar şəklində xlor iyonlardır və s. duzlar, iyonlar ola bilər. Amma onlar azlıq təşkil edir. Əsas oksigen, hidrogen elementlərdir. Yer qabığına gəlincə, yer qabığında biz coğrafiyadan da bilirik ki, söhbət yeri bütövlükdə götürmür. Məsələn, nüvəsi, mantiyasını yox. Biz bilirik ki, yerin nüvəsində dəmir, nikel qarşılığı daha çoxdur. Söhbət gedir sırf yer qabığından, yəni yerin ən üst hissəsindən, litosferin üst təbəqəsindən. Yer qabığında ən geniş yayılmış elementlər bəs hansılardır? Əvvəl baxaq, yer qabığında geniş yayılmış maddələr hansıdır? Biz bilirik ki, əsasən qumdan və gildən təşkil olunur. Qumun formulası silisium dioksiddir. Görür ki, qumda nə var əsasən? Silisium elementi var, oksigen elementi var. Gildə isə silisiumla oksigenlə yanaşı həm də alüminium elementi də var. Onda bu nəticəni çıxarda bilər. Yer qabığında birinci yerdə oksigen yayılıb, ikinci yerdə silisium yayılıb, üçüncü yerdə alüminium yayılıb. Oksigen, silisium qumda, oksigen, silisium, alüminium üçü bir yerdə isə gilin tərkibində. Bu ilk üçlüydür. Daha sonra yayılıb dəmir, yenə də ondan sonra başqa elementlər, kalsiyum, nə bilim, kalium və s. və ilaxır. Yəni, qısası, cansız təbiətdə indi biz bunları ortaq, hava, su, qurunu, ortaq elementi götürsək, görürük ki, hər üçündə oksigen üstünlük təşkil edir. Birinci yerdə yayılan oksigen, daha sonra baxıb görürük ki, havada, məsələn, azot, sonra suda hidrogen, quruda silisium, alüminium üstünlük təşkil edir. Deməli, bunları da yaza bilərik onun yanına. N, H, silisium, alüminium və s. Cansız təbiətin əsas elementləri də bax, bunlardan ibarətdir. İndi isə qaydaq yenə mövzumuzun əvvəlində elementləri mən yenə deyirəm, adətən əksər dərsliklərdə, proqramlarda əvvəlcədən keçilmir, bir neçə dərs sonra keçilir. Mən isə adətən ilk dərsdən elementləri izah edirəm və bir neçə dərs ərzində artıq 45, mən öz siyahımda, öz konspektimdə 45 elementi qeyd eləmişəm. Artıq 45 element bir neçə dərs sonra mükəmməl qaydada mənimsənmiş olur. Yaxşı, qaydaq əvvələ kimya dediyi nə haqqında elmdir? Maddələr haqqında elmdir. Tərifi uzun uzadı demək olar, amma qısaca desək maddələr haqqında elmdir. Maddələr özləri də bir-birlərindən fərqlənirlər. Yəni, müxtəlif növ maddələr var da, milyonlarla fərqli maddələr var. Maddələri də biz bir-birindən necə fərqləndiririk, necə oxşarlığı müəyyən edirik? Xassələrin hesabına. Xassəliyə belə tərif vermək olar. Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə xassələr deyilir. Xassələr özləri də bölünür iki yerə. Fiziki xassələr və kimyəvi xassələr. İndi hər birinə biz misallar göstərək görək, kimyəvi xassə nədir, fiziki xassə nədir? Kimyəvi xassə daha asandır. Bunu qeyd eləsək, yerdə qalanların da fiziki xassə olduğunu başa düşəcək. Kimyəvi xassə nədir? Maddənin başqa bir maddəyə çevrilməsi və yaxud da maddənin başqa bir maddə ilə reaksiyaya girmə qabiliyyəti kimyəvi xassələrdir. Məsələn, biz qeyri-üzvü və üzvü kimyanı keçəndə müxtəlif maddə qruplarının adını qeyd edəcəyik. Daha sonra isə hər birinə aid xassələrini qeyd edəcəyik. Misal üçün, deyəcəyik ki, tutaq ki, hidrogen bu maddə ilə reaksiya girir. Məsələn üçün, oksigenlər reaksiya girə bilir. Bu onun kimyəvi xassəsidir. Və yaxud da ki, nə bilim, berilyumdan və yaxud da nə bilim, fosfor reaksiya girmir. Hansı maddə hansı ilə reaksiya girər, reaksiya girməz, bu kimyəvi xassələrdir. Və yaxud da ki, məsələn, bir maddə müəyyən şəraitdə başqa maddəyə çevrilir. Bu da yenə kimyəvi xassədir. Misal üçün, qızdırıldıqda çevrilir, başqa maddə olur. Bunlar hamısı nədir? Kimyəvi xassələrdir. Kimyəvi xassə kimyəvi hadisə ilə əlaqədərdir. Hadisə ilə xassəni birbaşa qarışdırmaq olmaz.
Biz qarşıdakı dərslərdə görəcəyik ki, kimyəvi hadisələr, fiziki hadisələr də var. Onlar ayrı şeydir. Amma qısaca desək, maddənin tərkibinin dəyişməsi ilə əlaqədar olan xassələr kimyəvi xassələrdir. Yəni maddə başqa maddəyə çevrilir, tərkibi dəyişir. Yerdə qalan bütün xassələr isə fiziki xassələrdir. Fiziki xassələrə hansıları misal göstərə bilərim? Rəng, iy, dad. Biz müxtəlif maddələri müxtəlif rənglərdə görə bilirik. Müxtəlif qoxuları var, müxtəlif dadları var. Onun əsasında fərqləndirə bilirik. Misal üçün, bəzi maddələr da ki, şəffafdır, bəziləri nə bilim, ağ rəngdədir, göy rəngdədir, qoxuları, pis qoxusu var, yaxşı qoxusu var və yaxud da şirin dadı var, turş dadı var. Onun əsasında biz ayırt edə bilirik. Daha sonra isə ən önəmli fiziki xassələrdən biri aqreqat haldır. Aqreqat hal haqqında əlavədə məlumat verəcəm. Əvvəlcə aqreqat halının necə olduğuna baxaq. Fizikada 4 keçmişik, amma bizə kimyada 3 aqreqat halı əsas götürürük. Bərk, maye, qaz. Deməli, aqreqat halına görə maddələr bərk olur, maye halda olur və qaz halda olur. Təbiət fənnindən siz bunu ətraflı öyrənimsiniz deyə mən bunun üzərində çox durmuram. Yəni, bərkin forması da var, həcmi də var. Mayenin həcmi var, amma forması yoxdur. Töküldüyü qabın formasını alır. Qaz isə nə həcmi var, nə də forması var. Bunu siz təbiət fənnindən bilirsiniz. Daha sonra sıxlıq. Sıxlıq isə fiziki kəmiyyətdir. Sıxlıq nədir? Sıxlıq vahid həcmə düşən kütlənin miqdarıdır. Rho ilə işarə olunur. Rho bərabərdir M böl V düsturu ilə götürülür. Misal üçün, tutaq ki, vahid həcmliyində litr, 1 litr götürək də 1 litr dəmirlə 1 litr məsələn pambıq eyni ağırlıqda olmayacaq. Və yaxud da 1 litr su ilə 1 litr misal üçün mis eyni ağırlıqda olmayacaq. Sıxlıq minimum həcmə, 1 litrə nə qədər çox atom sıxlığı, nə qədər çox kütlə var və onu ifadə edən bir anlayışdır. Rho ilə göstərilir. Belə deyə də məşhur bir sual var da, uşaqlıqdan suallar verilir. Məsəl üçün, deyirlər ki, 1 kilo pambıq ağırdır, yoxsa 1 kilo dəmir. Əslində, ikisi də eyni qədər çəkilədir. Sadəcə 1 kilo pambıq daha böyük həcm tutur, əvəzində sıxlığı azdır. Dəmir isə daha kiçik həcm tutur, sıxlığı çoxdur. Sıxlıq haqqında da sonra ətraflı, bu əsasən fizikanın belədir, fizikada keçirsiniz bunu. Qısaca desək, Rho bərabər M böl V, yəni vahid həcmə düşən kütlənin miqdarı. Daha sonra ərimə qaynama temperaturu. Bu şəkildə biz qeyd edirik. T ərimə, yəni indeksini yazırıq, T qaynama. Misal üçün, su 100 dərəcədə qaynayır, 0 dərəcədə əriyir. Bu onun nə idi? Fiziki xassəsidir. Daha sonra elektrik keçiriciliyi, istilik keçiriciliyi. Misal üçün, mis elektrik keçirilir, kükürt keçirmir. Və yaxud da istilik keçiriciyi cəhətdən hansı element daha yaxşı keçirilir, hansı daha pis keçirilir. Və bunlar da fiziki xassələrə aiddir. Gördüyümüz kimi fiziki xassələr rəngli, iydir, daddır, aqreqat haldır, sıxlıqdır, ərimə qaynama temperaturudur, istilik elektrik keçiriciliyi və bu siyahını daha da uzatmaq olar. Misal üçün, həll olmanı da bura aid eləmək olar. Hansı maddə daha yaxşı həll olur, hansı maddə daha pis həll olur və s. Daha sonra bunlardan bir dənə aqreqat hal haqqında, çünki testlərdə sual düşür, aqreqat hal haqqında biraz daha ətraflı məlumat verim. Aqreqat hal ərimə qaynama temperaturu. Xüsusən testlərdə cədvəl formasında düşür. Kimyanı ilk öyrənməyə başlayanlar bəzən o cədvəli həll etməkdə çaşırlar, çətinlik çəkirlər. Bunu indi mən sizə qeyd edeyim. Misal üçün, bir dənə ox çəkək, burada temperatur, ədəd oxu da temperatura uyğun, məsəl üçün 0-dan mənfi dərəcədən ta ki müsbət sonsuzluğa qədər temperatur intervalı göstərəcəyik burada. Hər hansı bir maddənin ərimə temperaturunu bax burada qeyd edək. Bu TR şəklində yazılır, yəni ərimə temperaturu. Bir də qaynama temperaturu, T qaynama. Maddələr həmin bu ərimə və qaynama temperaturu arasında olacaq maye halda. Yəni, bu ikisinin arasında olur maye halda. Ərimə temperaturundan əvvəl olur bərk halda. Qaynama temperaturundan sonra isə olur qaz halında. Bərk haldan maye hala keçid adlanır ərimə. Maye haldan bərk hala keçid adlanır donma. Maye haldan qaz halına keçid adlanır qaynama. Buna buxarlanma da deyə bilər suyun üzərindən. Qaynama. Qaz halından isə maye halına keçid isə adlanacaq kondensasiya. Misal üçün, su buxarının yağış damcıları formasına keçməsi. Bir də bərkdən birbaşa qaza keçid var. Bərkdən maye olmadan birbaşa qaza keçməsi adlanır sublimasiya.
qazdan birbaşa bərkə keçməsi adlanır desublimasiya. Məsələn, yodu qızdırdıqda mayeyə çevirmədən birbaşa buxarlanır, qaynayır. O zaman buna deyirlər sublimasiya. Əvvəlki test toplularında onun şəkli ilə göstərilmişdi və suallar verilirdi ki, sublimasiya nədir, desublimasiya nədir, ona görə bunları qeyd edirəm. İndi biz bunu bir də götürək, məsəl üçün suyun üzərindən nümunə göstərək. Su bilir ki, 0 dərəcədə əriyir, 100 dərəcədə isə qaynayır. Deməli, 0 dərəcəyə qədər -1, 2, 273-ə qədər nədir? Bərk haldadır. 0-100 arası may haldadır. 100-dən o yana 500, 1000, 2000, nə qədər temperatur olsa, hamısında qaz halında olacaq. Bu təbii ki, normal təzyiqə aiddir. Məsələn, dağın belə deyək də müəyyən məsafə qət elədikcə ərimə qaynama temperaturları dəyişə bilir. Sadəcə bizim mövzumuza aid olmadığına görə biz şərti standartları götürürük burada. İndi məsəl üçün desək ki, 20 dərəcədə su hansı aqreqat halda olar? Mən baxıram 20 dərəcə harada yerləşir? Görürəm 0-dan 100-ün arasında. Məsələn, bax burada. Deməli o maye halda olar. -5-də necə olar? Bərk halda olar. Nə bilim 150 dərəcədə hansı formada olar? Olacaq aqreqat halı qaz halında. Və yaxud da indi biz sudan misal götürdük, başqa bir maddədən misal götürək. Tutaq ki, ərimə temperaturu olsun, indi bax buralara təqribən uyğun gələcək, sadəcə bunu indi nəzərə almıyor. Təsəvvür elə ki, ərimə temperaturu olsun, məsələn, -70 dərəcə, qaynama temperaturu olsun, -20 dərəcə. Sual versə ki, müsbət 5 dərəcədə hansı halda olar? Deməli, qaz halında. Və yaxud da -25 dərəcədə hansı halda olar? Biz burada yazacaq, görəcək ki, maye halında və s. Yəni, cədvəl formasında işləmək üçün o verilən temperaturu cədvəlin uyğun nöqtəsinə qoymalıyıq. Əvvələ düşürsə, bərk. İkisinin ortasına düşürsə, maye. Qaynamadan sonraya düşürsə, qaz halında olacaqdır. Fiziki və kimyəvi xassələri keçdik. İndi biz keçək saf maddə nədir, qarışıq maddə nədir, bunu izahını verək. Təbiətdə maddələr çox az hallarda saf maddəyə rast gəlir. Saf maddə nədir? Tərkibində bir dənə maddə olsun. Yəni, misal üçün, saf su. Tərkibində sudan başqa heç nə olmasın. Nə duz olsun, nə hər hansı bir qaz olsun, heç bir şey olmasın. Bunda olacaq saf su. Və yaxud da ki, qızıl külçəsinin tərkibində qızıl elementindən başqa heç nə olmasın. Onda olacaq saf maddə. Saf maddə odur ki, tərkibində yalnızca bir maddə, eyni bir maddə olur. Başqa bir maddə olmur, tərkibində heç bir qarışıq olmur. Misal üçün, tutaq ki, biz dedik, saf su misal göstərdik. Tutaq ki, saf halda duz, saf halda su. Bunlar oldu saf maddələr. Amma bayaq qeyd elədiyimiz kimi, saf maddələr adətən təbiətdə ya heç rast gəlmir, ya da çox az rast gəlinir. Yəni, əksər hallarda biz təbiətdə qarışıqlarla qarşılaşırıq. Qarışıq bəs nədir? 2 və daha çox maddədən ibarətdir. Yəni, 2 və daha çox saf maddəni qarışdırdıqda olacaq qarışıqlar. Belə desə, saf maddənin tərkibində bir komponent var. Qarışıqların tərkibində isə 2 və daha çox, 2 də ola bilər, 3-də, 10-da, 100-də və s. daha çox komponentlər var. İndi biz qarışıqların neçə yerə bölünür? İndi sxem şəklində götürək. Tutaq ki, maddələr, biz dedik maddələr neçə yerə bölünür? Saf maddələr, qarışıq maddələr. Qarışıq maddələr özləri də həmçinin 2 yerə bölünür. Eyni cinsli qarışıqlar, eyni qısa-qısa yazıram burada və müxtəlif cinsli qarışıqlar. Eyni cinsli qarışıqlar həm də homogen, homo eyni deməkdir. Eyni cinsli homogen, müxtəlif cinsli heterogen, yəni müxtəlif mənşəli heterogen, eyni cinsli olacaq homogen. Burada qeyd edək, homogen və heterogen. Nədir? Qarışıqların 2 fərqli növüdür. Yaxşı, indi biz baxaq, biz safa misal göstərmişdik. Suyu misal göstərmişdik və yaxud da ayrı-ayrılıqda duzu misal göstərmişdik. Məsələn, su, duz və s. Bəs yaxşı, və yaxud da təmiz kvars qumu götürsək, məsələn, silisium dioksid, sırf təmiz, %100 təmiz qumu da götürə bilərik. Bunlar oldu saf. Amma indi eyni cinsli və müxtəlif cinsliyə misalları götürək ki, niyə görə misalla yadda saxlamaq daha rahat olur. Misal üçün, 2 stəkan götürək və birinci stəkana, yəni eyni cinsinin altında göstərdiyimiz stəkana su tökək, suyun üzərinə duz tökək. Yəni, burada var su, suyun üzərinə əlavə olunub duz. İkinci stəkana isə yenə su tökək və üzərinə qum tökək. Eyni cinslinin tərifi budur ki, əgər qarışığın tərkibindəki maddələri gözlə və ya adi mikroskopla ayırt edə biliriksə, görürüksə, o olur müxtəlif cinsli. Yox, ayırt edə bilmiriksə, görmürüksə, o olur eyni cinsli. Misal üçün,
suyun içərisinə duz qatıb qarışdırsa, duz sanki yoxa çıxır. Amma əslində o yoxa çıxmır. Bölünür xırda hissəciklərə, qabın içərisində bərabər şəkildə yayılır. Ona görə biz onu gözlə və adi mikroskopla ayırd edə bilmirik. Misal üçün, yenə önündə bir stəkan qoysaq, təmiz su, saf maddə, bir də eyni cinsli su, duz qarışılır. Biz onu ayırd edə bilməyəcəyik ki, hansı saf duzdur, 2 stəkan versəniz, hansı şəkərli duzdur, hansı adi sudur. Daha doğrusu adi su və şəkərli su hansıdır, onu ayırd edə bilməyəcəksiniz görməklə. Və yaxud da ki, duzlu suyu gözümüzlə ayırd edə bilməyəcəyik. Yəni, şəkərli suyu gözümüzlə, spirtli suyu gözümüzlə ayırd edə bilməyəcəyik. Yəni, gözümüzlə onu tərkib hissələrini görməyəcəyik. Onda olur nə? Eyni cinsli. Amma suyun tərkibinə qum qatsa, nə qədər qarışdırırsa, qum suda həll olmayacaq. Yenə də qum suyun içərisində, stəkanın içərisində görünəcək. Məsələn, içərisində qarışıq kimi görünəcək, bir müddət saxlayandan sonra qum çökəcək qabın dibində, yenə görünəcək. Deməli, görünürsə olur müxtəlif cinsli, yəni heterogen. Bir daha deyirəm, qarışığın tərkibində olan maddələri gözümüzlə və ya adi mikroskopla ayırd edə bilirsə, görürüksə, olur müxtəlif cinsli. Yox, qarışığın tərkibindəki maddələri gözümüzlə, adi mikroskopla görmürüksə, olur eyni cinsli. Yəni, burada göz əsas istinad elədiyimiz orqandır. Görürəmsə, deməli olacaq müxtəlif cinsli. Görmürəmsə, olacaq eyni cinsli. Görmədiyim hal olacaq eyni cinsli. Bu, qarışıqların təsnifatıdır. İndi biz qarışıqların ayrılma üsulları haqqında danışaq. Niyə görə? Biz dedik ki, saf maddələr çox rast gəlinmir, amma bizə bəzən saf maddələr lazım olur. Misal üçün, tutaq ki, bizə su, duz qarışıdır, onun tərkibindəki biz duzu əldə eləmək istəyirik. Və yaxud da qum su qarışından, nə bilim, biz qumu çıxardıb suyu təmizləmək istəyirik. Yəni, bizə təmiz halda maddələr və yaxud da yerin altından filizlər şəklində çıxardırıq, filizin tərkibində çoxlu qatışıq var. Biz o qatışıqları təmizləyib, məsələn, sonra da reaksiyalar aparıb təmiz dəmir əldə eləmək istəyirik. Onda nə etməliyik? Ayırma üsullarına, yəni buna ayırma da deyirlər, saflaşdırma da deyirlər. Saflaşdırma və ya ayırma üsullarından istifadə eləməliyik. Yəni, eyni cinsli və müxtəlif cinsli qarışıqları tərkib hissələrini ayırmalıyıq. Məsələn, su, duz şəklində 2 yerə bölməliyəm. Su, qum şəklində 2 yerə bölməliyəm, ikisini də saf hala gətirməliyəm. Bəs bunun üçün nə etmək lazımdır? Bunun üçün deməli, eyni cinsli qarışıqları 4 üsulundan ayırd edə bilirik, müxtəlif cinsli qarışıqları 3 üsulundan ayırd edə bilirik. Bunların hər biri haqqında sizə ətraflı məlumat verəcəm. Əvvəlcə başlayaq eyni cinsli qarışıqların ayrılma üsullarına. Birinci də başlayaq buxarlandırma üsulu. Buxarlandırma üsulu nədir? Buxarlandırma adı üstündə qarışığı biz buxarlandırırıq, müəyyən temperatur veririk. Ətraflı məlumat versək, biz dedik ki, eyni cinslərin ayrılma üsuludur. Misal üçün, götürək su, duz qarışığı. Təsəvvür edək ki, bir qabda su var və su, duz qarışığı var. Mən həmin qabı spirt lampası qoysam və yaxud da hər hansı bir qızdırıcı cihaz qoysam və qızdırmağa başlasam, müəyyən bir müddət sonra başlayacaq qaynamağa, yəni buxarlanmağa. Buxarlanan zaman nə baş verəcək? Su buxarlanacaq, çünki su aşağı temperaturda qaynayır. Duz isə qabın dibində qalacaq. Su bütöv buxarlanandan sonra duz qalacaq qabın dibində. Deməli, su ilə duzu nə elədim? Bir-birindən ayrılmış oldu. Bu adlanır buxarlandırma üsulu. İkincisi, kristallaşdırma üsulu. Kristallaşdırma üsulu da bənzəyir buxarlandırma üsuluna. Fərq ondan ibarətdir ki, suyu axıra qədər buxarlandırmıram. Misal üçün, şəkər su qarışığına baxaq. Suyu axıra qədər buxarlandırmayacaq. Bir qismin buxarı, yenə spirt lampası qoyuram, istiliyi verirəm. Məsələn, suyun bir qismin buxarlanır, tutaq ki, bu qədər hissəsini buxarlandırdı, azaldı. Daha sonra isə onu mən soyuduram. Soyudan zaman şəkər başlayır kristallar şəklində qabın dibinə çökməyə. Və ondan sonra onu süzürəm, şəkəri ayırd eləmiş oluram. Yəni, burada prinsip odur ki, buxarlandırmanı axıra qədər davam elətdirmirəm, yarıda dayandırıram və sonra soyuduram və yaxud da içərisinə bir kristal parçası atıram. İndi biz gələcəkdə məhlullar bölməsinə daha ətraflı keçəcəyik. Və bu zamanda kristallar şəklində qabın dibinə çökür. Bu adlanır kristallaşdırma üsulu. Kristallaşdırma üsulu əsasən o halda tətbiq olunur ki, buxarlandırma ilə parçalanacaq maddələr, daha sonra başqa, belə deyək də, maddəni bir başqa formaya çevirirsə onda. Misal üçün, şəkəri biz çox qızdırsaq, o neynəcək? Parçalanacaq. Ona görə parçalanan, formasını dəyişən, nə bilim, kristal hidratlarda suyunu itirir, kristallaşma suyunu itirir və s. və yaxud da yanır. Məsəl üçün,
buxarlandıran zaman başlayır yanmağa, məsəl üçün. Və o tipdə maddələr, yəni buxarlandırma üsulundan ayırd edilməsi çətin olan və ya mümkün olmayan maddələri əsasən biz kristallaşma üsulundan əldə edirik. Bir də ki, fərq yüksək olduqda. İndi bu barədə təfərrüatlı məlumat vermək istəmirəm. Qısacası, hər iki üsulla da eyni cinsli bərk maye, bu da bərk mayedir, bu da bərk mayedir. Bərk maye eyni cinsli qarşılığı hər iki üsulla aid edilmək mümkündür. Adətən də eyni suallarda ikisi də eyni yerdə verilmir. Amma müəyyən nüanslar da var ki, onlar haqqında video çox uzanmasın deyə əlavə məlumat verməyəcəm. Üçüncü hissəyə baxaq. Üçüncü hissədə isə biz baxırıq distillə üsulu. Distillə üsulu nədir? Distillə üsulu özü də iki yerə bölünür. Sadə distillə, fraksiyalı distillə. Bunu biz ayrı-ayrı qeyd edək. Sadə distillə, bir də fraksiyalı distillə. İkisi də əslində bənzər qurğulardan istifadə olunur. Müəyyən fərqləri var. Əvvəlcə baxaq sadə distilləyə. İki kolba götürsək, kolba götürürük iki ədəd və bu kolbaları bir-biri ilə boru vasitəsilə bağlayırıq. Boru da meyilli, yəni maili şəkildə olan bir boru götürürük. Bu borunun da ətrafında belə deyək bir hissə var və bunun iki hissəsi var. İki dənə də yenə əlavə boru daxil olur. Əvvəlcə bunu mexanizmini izah edeyim, sonra keçək digər hissələrə. Bax, bu hissəyə buradan soyuq su daxil olur və buradan soyuq su xaric olur. Yəni, sanki bu borunun ətrafında soyuq su dövr edir. Bu soyuq su dövr elədikcə də nə baş verir? Bu borunu soyudur. İndi borunu niyə görə soyudur? Mən onun izahını verəcəm. Əvvəlcə sadə distillərin mexanizmi izah edək, sonra ora qayıdaq. Deməli, bax, kolbanın içərisində var. Məsəl üçün, duz su qarışığı, bərk maye qarışığı. Və bunu mən yenə də aşağısına spirt lampası qoyuram və başlayıram qızdırmağa. Bu zaman su başlayır buxarlanmağa, duz isə qalır qabda. Və su buxarlandıqca keçir bax bu boruya. Boruda da axı dedik soyuq su dövr eləyirdi. Yəni bu borunu soyudurdu. Bu buxar halında su gəlib bura keçəndə başlayır yavaş-yavaş soyumağa, yəni kondensasiya olunmağa. Yəni digər deyişlə maye suya, təzədən mayeləşir. Maye hala keçir və digər qablar tökülməyə başlayır. Digər qaba toplanır. Müəyyən müddət sonra su buradan tamamilə buxarlanıb qurtarır. Məsələn, yerdə qalır sırf duz, yerdə qalır su. Sual verə bilərsiniz ki, müəllim, bunu buxarlamadan fərqi nə oldu? Fərq budur ki, buxarlanma üsulunda istifadə edərkən su, loru dilində desək, hamısı uçub gedirdi. Yerdə təkcə əlimdə duz qalırdı. Bəs mən yaxşı suyu istəsəm duzu yox, onda nə eləməliyəm? Onda mən bu qurğudan istifadə eləməliyəm. Bunda həm duzu, həm suyu əldə edə bilirəm. O birisində isə su buxarlanır, uçur, gedir. Yəni, mənə lazım olan nədir? Bax, belə bir qurğudur. Misal üçün, bəzi ölkələrdə, isti ölkələrdə bu qurğudan istifadə edirlər. Və günəş işığından da istifadə edirlər, günəş işığının toplama üsulundan da və yaxud da ki, məsəl üçün, neftdən istifadə edirlər, yanacaqlardan istifadə edirlər, yandırırlar, dəniz suyuna şirin su əmələ gətirirlər. Duzun özündə də, dəniz duzunun tərkibində qızıl da daxil olmalı, xeyli miqdarda maddələr var. Həmin o duzlardan da sənayedə istifadə edirlər. Bunu təfərrüatlı izah verməyəcəm. Qısacası, burada sadə distillə buxarlandırmağa oxşayır. Bərk maye qarşılığını ayırd edirik, maye toplanır bir yerdə, bərk də qalır bir yerdə. Bəs yaxşı, fraksiyalı distillə nədir? Fraksiyalı distillə də sadə distilləyə bənzər şəkildədir, xırda fərqlər var. Bunları izah edək. Yenə iki kolba götürürük. Və bu iki kolbanı bir-birinə bağlamadan öncə, burada fraksiya kalonu adlanan bir hissə var. Fraksiya kalonu. Fraksiya kalonu nədir? Bunun içərisində xırda-xırda şüşə kürəciklər var. Mən kobud formada çəkirəm, şüşə kürəciklər var burada. Və daha sonra bu, yenədən eyni qaydada boru ilə birləşir digər hissəyə. Bu borunun ətrafında yenidən həmin o soyuducu hissə var. Bu şəkildə soyuducu hissə var. Yəni, buradakı hissədir. Yaxşı, eyni qayda ilə bunda da soyuq su buradan daxil olur. Burada fırlanır və buradan da xaric olur. Yəni, soyuq su bu borunu soyudur. Eyni qaydada iki kolba var. Bir dənə fərq burada nə oldu? Bax, bu şüşə kürəciklər olan hissədir. Bunun da mənası nədir? Mən sizə izah edəcəm. Tutaq ki, misal üçün, etil spirti su qarşılığını tökürəm mən bu qaba. Etil spirti qaynayır 78 dərəcədə, su isə qaynayır 100 dərəcədə.
Və bunları qaynadan zaman təbii ki, etil spirti birinci buxarlanacaq da, çünki o daha aşağı temperaturda qaynayır. Ona görə də sualda verilir, məsələn, distillər üsulu nəyə əsaslanır? Distillər üsulu qaynama temperaturlarının müxtəlifliyinə əsaslanır. İkisi də eyni temperaturda qaynasaydı, bunları biz ayırt edə bilməzdik. Yəni, qaynama temperaturu fərqli olduqda, məsələn, maye qarşı, burada biz bərk maye qarşı idi sadə distillərdə, burada isə maye qarşı, məsələn, ola bilər sirkə turşusu, onu da bu üsuldan ayırt edə bilərik. Söhbət eyni cinsli həll olandan gedir. Məsələn, benzin, su qarışığını bundan ayırt eləməzlər. Benzin, su qarışığı çünki müxtəlif cinslidir. Maye eyni cinsli olduqda, qaynama temperaturları fərqli olduqda fraksiyalı distillər qurğusu ilə ayırt edə bilərik. Yaxşı, bu proses necə gedir? Birinci etil spirti buxarlanır. Amma təbii ki, bunların temperaturları arasında kəskin fərq, məsələn, duzla suda kəskin fərq var. Məsələn, duz tutaq ki, məsələn deyirəm, 2000 dərəcədə buxarlanır, amma su 100 dərəcədə. Duz qalacaq burada, buxarlanmayacaq. Amma bunlar arasında temperatur fərqi az olduğu üçün nə qədər olsa da istərsəniz su da buxarlanacaq. Məsələn, 90 dənə molekul spirt buxarlananda 10 dənəsi də məsəl üçün su buxarlanacaq. Axı biz istəmirik su o tərəfə keçsin. Ona görə nə etməliyik? Fraksiya kolonundan istifadə edirik. Həmin o buxarlanan spirt daha uçucu olduğuna görə, daha aşağı temperaturda qaynadığına görə buradan keçir. Amma su isə spirtə nisbətən daha yuxarı temperaturda qaynadığına görə, daha az uçucu olduğuna görə dəyir bu şüşə kürəciklərə, mayeləşir, qayıdır təzədən dala. Keçə bilmir burada. Yəni, bu fraksiya kolonunun funksiyası budur ki, su ora keçməsin. Söhbət təkcə sudan yox, ümumiyyətlə daha yüksək temperaturda qaynayan maye o tərəfə keçməsin. Buna xidmət edir. Yəni, su gedir, qayıdır təzədən dala, spirt isə buxarlanır, bu kolondan keçir. Eyni qaydada buradan keçəndə soyuyur, kondensləşir və damcı tökülür digər qaba. Bütün spirt buxarlanandan sonra burada bu kolbada qalır su, digər kolbaya isə keçmiş olur, tamamilə spirtdən ibarət olmuş olur. Bu da distillər qurğusunun xüsusiyyətləridir. İndi keçək dördüncü olaraq da xromatoqrafiya üsulu. Xromatoqrafiya üsulu orta məktəb kimyasında geniş keçilmir. İndi bu ildən etibarən biraz daha çox yeri verilib. Əvvəllər isə sadəcə bundan ibarət deyilirdi ki, xromatoqrafiya üsulu adsorpsiyaya əsaslanır. Adsorpsiya nədir? Belə deyək də, tərcümə eləsək, yəni udma, sorma, canına çəkmə, hopdurma mənasını verir. Xromatoqrafiya üsulu biz görsək, hər hansı bir sualında, adsorpsiyanı da orada görsək, onu işarə eləməliyik. Və yaxud da udma sözünü, sorma, hopdurma sözünü görsək, onu işarə eləməliyik. Amma indi qısaca olsa izah eləmək istəyirəm, xromatoqrafiya üsulu nə deməkdir? Xromatoqrafiya. Xromatoqrafiya dedikdə, iki dənə situasiya götürək, bir kağız xromatoqrafiyasına misal göstərək, bir də ümumilikdə. Xromatoqrafiya üsulu adsorpsiya əsaslanır, həmin o adsorpsiya eləyən maddəyə də deyilə adsorbentlər. Məsələn, bərk halda bir maddə olsun, tutaq ki, kömür. Məsələn, ağac kömürü adsorbentdir, adsorpsiya eləyə bilir, yəni uda bilir. A maddəsi olsun, bu adsorpsiya edici adsorbent, yəni adsorbent maddədir. Bir də qarışıq olsun. Qarışığın tərkibində də olsun, məsələn, B və C maddələri. Xromatoqrafiya üsulu müxtəlif sürətlə udulmasına və yaxud da müxtəlif cür udulmasına əsaslanır. Yəni, A adsorbenti, B maddəsini tutaq ki, uda bilir, amma C maddəsini uda bilmir. Və yaxud da B maddəsini uda bilir deyən nə olacaq? Bu sistemdən B maddəsi təmizlənəcək, saf halda C qalacaq. Və yaxud da müxtəlif sürətlə udur. Yenə qab çəkirəm, məsələn, kağız xromatoqrafiyasında belədir. Xüsusi adsorbent kağız salıram, məsəl üçün o suyun içərisinə və yaxud da qarışığın içərisinə. Burada da A və B maddələri var. A maddəsi sürətlə udulur. Gəlib çıxır, məsələn, sürətlə udula gəlib çıxır A maddəsi bura. B maddəsi isə zəif sürətlə udulur, gəlib çıxır, məsələn, burada. Və bir-birindən ayrılmış olur. Məsələn, A qırmızı, B göy rəngdədirsə, bax, bu hissəsi olacaq qırmızı, bu hissəsi olacaq göy rəng. Qısası udulmanın fərqinə əsaslanır. Məsələn, xırda bir misal götürək də, tutaq ki, ələk qazlarda həmin o adsorbent hissi olur. Normal insan yanğın olan yerdə nəfəs ala bilmir. Amma ələk qaz həmin o tüstünü udur, havanı isə keçirdir. Yəni, birin udur, birin saxlayır. Ona görə də yanğın söndürənlər tüstülü mühitdə daha adi insana nisbətən daha rahat nəfəs alıb xilas etmə işləri görə bilirlər. Qısaca yenə təkrarıya, xromatoqrafiya üsulu adsorpsiyaya əsaslanır, yəni udulmaya əsaslanır.
Bu qədər. İndi biz eyni cinsli qarşılıqların ayrım üsullarını göstərdik. Keçirik müxtəlif cinsli qarşılıqların ayrım üsullarına. Misal üçün, burada birinci süzmədən söhbət gedə biləcək. Məsələn, qum su qarşını süzmə ilə aid edirlər. Sual verə bilərsiniz ki, müəllim, elə süzmə üsulundan, məsələn, qum su qarşılığın buxarlandırma ilə aid eləmək olmaz. Olar, amma bu sərf eləməz. Çünki ona enerji çıxır. Və yaxud da ki, distiller qurğusuna da töküb aid eləmək olar qum suya. Amma buna xeyli enerji çıxır, xeyli yanacaq çıxır. Ona görə də müxtəlif cinsləri bir qarşılığa ayırmaq üçün ayrıcı üsullardan istifadə edirlər. Eyni cinsli qarşılığa ayırmaq üçün biz 4 üsulu verdik. Müxtəlif cinsli qarşılığa ayırmaq üçün də 3 üsulu təklif eləyəcəyik. Deməli, bunlar hansılardır? Birinci üsul süzmə üsuludur. Süzmə üsulu ilə müxtəlif cinsli bərk maye qarşılığını ayırd edirlər. Testdə çaşdıran zaman bəzən bərk mayeni yadda saxlayır uşaq, duz suyu götürür. Təkcə bərk maye yox, həm də müxtəlif cinsli olmalıdır. Çünki bu hansı qarşılıqların ayrılma üsuludur? Bu üç üsul müxtəlif cinslərin ayrılma üsuludur. Misal üçün, qum su qarşılığı. Nə edirik? Xüsusi bir qıf adlanan bir ləvazimat var, yəni bir qurğu var, laboratoriya ləvazimatı var. Onun üzərinə filtr kağızı qoyuruq. Tutaq ki, bunun üzərinə qoydu, bu şəkildə filtr kağızını qatlayıb qoydu bunun üzərinə. Və qum su qarşını tökürük onun üstündən. Həmin o filtr kağızı, belə loro dilində desək, sanki aş süzənə bənzəyir. Onun xırda-xırda deşikləri olur. Su molekulaları kiçik olduğu üçün ondan keçir, digər qabda toplanır, tökülür həmin o qaba. Amma qum hissəcikləri isə iri olduğuna görə həmin o xırda yerlərdən keçə bilmir. Yığılıb qalır süzgəc kağızının üstündə. Buna həm də filtr kağızı da deyirlər. Ona görə süzmə üsuluna digər deyişinə filtrləmə üsulu da deyirlər. Filtrləmə üsulu. Deməli, qum su qarşılığı və ya da gil su qarşılığı, təbaşir su qarşılığı bu formada aid oluna bilər. İkincisi, durultma üsulu. Durultma üsulu nədir? Durultma üsulu əslində geniş, belə deyək də, izahı var. Əvvəl ən sadəsindən götürək. Durultma üsulunda istifadə olunur ayrıcı qıf adlanan cihazdan. Yəni, bu sadə qıfdan fərqli olaraq, ayrıcı qıf bu formada bir laboratoriya, belə deyək də, avadanlığıdır. Ayrıcı qıfın aşağısında krant var. Yəni, burada bağlayıcı hissə var. Bunu açıb bağlamaq olur. Misal üçün, durultma üsulunda nələri aid edə bilərik? Maye qarşılıqların əgər həll olmazsa, yəni müxtəlif cinsli qarşılıq əmələ gətirərsə, misal üçün, hansı? Yağ su, benzin su və s. Nə edirik? Biz tökürük yağ su qarşılıq bunun içərisinə. Əvvəlcə qarşı emulsiya formasında olacaq, yəni qarışmış vəziyyətdə olacaq. Sonra isə yağın sıxlığı az olduğu üçün o üstdə toplaşacaq. Suyun sıxlığı çox olduğu üçün o altda toplaşacaq. Yəni, sıxlığı az olan yuxarı, sıxlığı çox olan aşağı. Loro dilində desək, yüngül olan üstə çıxır, ağır olan aşağı düşür. Tamamilə bir-birindən ayrılmış olandan sonra burada bir qab qoyuruq. Krantı başlayır açmağa. Krantı açdıq və açan zaman nə edir? Su başlayır damcı-damcı tökülməyə bura. Elə eləməliyik ki, bu yağ su sərhəddi gəlib kranta çatan vaxtda tez krantı bağlayırıq. Krantı bağlayan zaman nə oldu? Bütün su buradan boşalıb artıq bura. Yağ isə qaldı həmin ayrıcı qıfın içərisində. Yəni, durultma üsulunda ayrıcı qıfdan istifadə olundu. Ayrıcı qıfda bu da durultma üsulu nəyə əsaslandı? Sıxlıqlar fərqinə. Sıxlığı az olan üstdə, çox olan aşağıda. Təkcə maye yox. Bəzən bərk mayedir. O halda ki, əgər bərk mayədən fərqli sıxlığa malik olarsa, suspenziya əmələ gətirərsə, bunlar emulsiya əmələ gətirir. Suspenziya misal, tutaq ki, məsəl üçün, kükürt su qarşılığı və yaxud da ağac kəpəyi su qarşılığı. Yenə biz ayrıcı qıfın içərisinə töksək, ağac kəpəyi və yaxud da kükürt yüngül olduğu üçün üstə çıxacaq, altda isə su qalacaq. Eyni qayda ilə biz krantı açıb bağlayıb, suyun hamısının boşalmasını gözləməklə iki hissəyə ayrı edə bilərik. Yəni, bu zaman kükürt bərk də olsa, sudan ayrılmış olacaq. Yəni, əksər hallarda maye, bəzən isə bərk maye qarşılığının durultma üsulu ilə ayrı eləmək olur. Niyə adı durultmadır? Yəni, durulur da, durulduqca su aşağı düşür, yağ isə yuxarı çıxır. Sonra, üçüncü ən asanlıdır bunlardan. Üçüncü üsulda maqnitlə təsir etmə. Maqnitlə təsir etmə nədir? Bəzi maddələr maqnitə qarşı həssasdır, bəzi metallar. Məsəl üçün, ferromaqnit xassəli maddələr. Bunlar hansıdır? Dəmir, kobalt və nikel. Bunlar maqnit bu elementləri, bu metalları cəzb edə bilir. Misal üçün,
bir yerdə kükürt tozu ilə, tutaq ki, dəmir qarışığı olsa, mən maqniti buna yaxınlaşdırsam, maqnit dəmiri özünə cəzb eləyəcək, yerdə qalacaq təkcə kükürt. Və yaxud da məsələn, alüminium tozu ilə, nə bilim, dəmir tozu bir yerə qarışmış olsa, maqniti yaxınlaşdırsam, dəmiri özünə çəkəcək, alüminium isə yerdə qalacaq. Maqnitlə bax, bu üç metalı digərlərindən ayırmaq mümkündür. Bu da belə, deməli, müxtəlif cinsli qarışıqlarda bu üsulla ayrılırlar. İndi hərəsinə müəyyən nümunələr göstərmək istəyirəm. Eyni cinsli qarışıqlara da, müxtəlif cinsli qarışıqlara da. O demək deyil, qarışıqlar təkcə su ilə olsun. Məsələn, bərk halda olanlar da var. Məsələn, bərk halda olan eyni cinsli qarışıq tutaq ki, polad, çuğun. Niyə görə? Çünki polad, çuğun təmiz dəmir deyil. Onun tərkibində digər elementlər də var, karbon da var, digər elementlər də var. Ona görə də biz onu gözümüzlə ayırt edə bilmədiyimiz üçün ki, bunun tərkibində nələr var, hansı karbon budur, dəmir budur, ona görə biz ona deyirik eyni cinsli. Bu bərk halında olan misal. Qaz halında olana misal göstəreyim. Misal üçün hava. Hava qaz halında olan eyni cinsli qarışıqdır. Havanın tərkibində oksigen var, azot var, digər qazlar var. Amma biz onu gözümüzlə, mikroskopla ayırt edə bilmirik. Ona görə də hava nədir? Eyni cinsli qaz halında olan qarışıqdır. May halında olan qarışıqlarda su ilə olanı, məsələn, şəkər su qarışığı, duz su qarışığı, biz həll olmanı keçdikcə nə qədər ki, yaxşı həll olan maddələr var, bax, onların su ilə qarışığı hamısı olacaq eyni cinsli. Amma indi keçək müxtəlif cinsli. Müxtəlif cinsli bərk halda olanlar, misal üçün, yerin altında bəzi təbəqələr var, qranit təbəqəsi, bazalt təbəqəsi və s. Biz o təbəqələrə baxsa, məsələn, tutaq ki, bəzən bəlkə müşahidə edirsiniz, daşı sındıranda görürsünüz ki, tərkibində sanki belə hissələr var, nə bilim, sarı, qırmızı, yaşıl, göy və s. rəngbərəng hissələr var. Hər rəng bir maddəni göstərir orada. Onda o nədir? Müxtəlif cinsli, çünki biz onu gözümüzlə ayırt edə bilirik. Yəni, bərk halda olan müxtəlif cinsli, məsələn, qranit. Və yaxud da qaz halda olan müxtəlif cinsliyə biz göstərə bilərik tüstünü, dumanı. Biz onun hissəciklərin gözümüzlə, tüstünün hissəciklərin gözümüzlə ayırt edə bilirik. Deməli, o qaz halında olan müxtəlif cinslidir. Maye halında olanlarda biz misal göstəririk, ta ki, yağ su qarışığı, benzin su qarışığı, bunlar müxtəlif cinslidir. Bir dənə bir şeyi xatırladım, bəzən uşaqlar burada çaşırlar. Neftdə və onun fraksiyalarında. Neft və onun fraksiyaları hansıdır? Birinci onu qeyd edək. Neftin fraksiyaları, benzin, biz bunu karbohidrogenlər keçəndə üzvü kimyada daha ətraflı keçəcək. İndi qısaca yazıram. Benzin, ligroin, kerosin və qazoil. Bu neftin fraksiyalarıdır. Neftin özü də həmçinin. Neft və onun fraksiyaları, benzin, ligroin, kerosin, qazoil. Bunlar eyni cinsli qarışıqlardır. Çünki mən benzin tərkibinə baxanda onun tərkibindəki müxtəlif karbohidrogenlər gözümdən ayırt edə bilmirəm. Amma bunların su ilə qarışığı isə müxtəlif cinslidir. Misal üçün, benzin eyni cinslidir, amma benzin su qarışığı, benzin üstəcə su qarışığı müxtəlif cinslidir. Çünki benzinlə su qarışmır və belə təbəqə yayılır. Məsələn, benzin üstə, su aşağıda. Və yaxud da ki, ligroin, kerosin, qazoil, neft özü eyni cinslidir, amma onun su ilə qarışığı müxtəlif cinsli olacaq. Onu da yadda saxlayaq. Deməli, hər bir maddə, məsələn, bu siyahını uzatmaq da olar. Təbaşir su qarışığı, gil su qarışığı, qum su qarışığı, barium SO4 su qarışığı, kükürt su qarışığı və s. Bunlar müxtəlif cinslidir. Yəni, biz maddələr bir-bir keçdikcə onları biləcəyik ki, hansı eyni cinsli əmələ gətirər, hansı müxtəlif cinsli qarışıq əmələ gətirər. Daha sonra son olaraq da indi bunları qarışıqları və ayrılma üsullarını dedik. Mən indi hissəciklər haqqında məlumat vermək istəyirəm. Hissəcik nə deməkdir? Yəni maddələrin tərkibinə daxil olan kiçik hissələr. Bunu lap qədimdən Demokritdən bəri bu fikir var ki, maddələr xırda-xırda balaca hissəciklərdən ibarətdir. Və indi müasir elm, kimya elmi inkişaf etdikcə bəlli olmuşdur ki, bütün maddələr atomlardan təşkil olunur. Biz bayaq bunu dedik, indi bunun üzərində ətraflı durmaq istəyirəm. Hissəciklər atomlar, ya birbaşa atomlar birləşib maddəni əmələ gətirir və ya da atomlar əvvəl molekulu, sonra isə maddəni əmələ gətirir. Buna keçmədən öncə atom haqqında müəyyən məlumat vermək istəyirəm. Atom mərkəzdə nüvə yerləşir. Mərkəzdə nüvə var. Ətrafda isə müəyyən orbitlər üzrə elektronlar fırlanır. Nüvənin tərkibində nə var? Nüvənin tərkibində var protonlar, P hərfi ilə göstərirəm bunu. Misal üçün, burada neçə proton var? 3 proton. Və var neutronlar. Məsələn, burada 4 dənə neutron çəkirəm.
Deməli, nüvə nədən təşkil olunub? Proton və neytronlardan təşkil olunub. Nüvənin də ətrafında müəyyən orbitlər üzrə nələr fırlanır? Elektronlar fırlanır. Sadəcə bir elektron burada götürürəm, burada fırlanır, bu şəkildə fırlanır. Və yaxud da ki, bir elektron burada müxtəlif forma, məsələn, elips formasında fırlanır. Və yaxud da ki, ikinci elektron, üçüncü elektron burada və s. Yəni, atomun şərt olaraq belə götürə bilərik də, belə bu şəkildə fırlanırlar. Məsələn, müxtəlif mərkəzdə nüvə var, ətrafında da elektronlar fırlanırlar. Deməli, atomun quruluşu bu nəyə bənzəyir? Sanki günəşin ətrafında planetlər fırlanır. Ona görə də bu quruluşa deyirlər planetar quruluş. Yəni, sanki mərkəzdə günəş var, ətrafda planetlər. Buna da deyirik, mərkəzdə nüvə var, ətrafında elektronlar. Nüvənin də daxilində var protonlar və neytronlar. İndi bunlar haqqında ətraflı məlumat verək. Protonlar baş hərfi ilə götürülür, P ilə işarə olunur və yaxud da bu şəkildə də işarə olunur bilir. P, 1, 1. Bu birlərin mənası nədir? İndi deyəcəm. Neytronlar yenə də N hərfi ilə, baş hərfi ilə işarə olunur və yaxud da bu şəkildə göstərilir. N, 1, 0. Elektronlar isə E hərfi bu şəkildə də göstərilir. Bu şəkildə də üzərində minus şəklində də göstərilir. Baxıb görürük ki, proton, neytron, elektron onların baş hərfi ilə işarə olundu. İndi gəlin bunların hər birinin xüsusiyyətlərinə baxaq. Bunların xüsusiyyətləri, əsasən hansı xüsusiyyətləri götürürük? Kütlə xüsusiyyətin və yük xüsusiyyətin. Kütlə nədir? Kütlə, biz onunsa fizika kursundan da bilirik ki, kütlə, yəni belə deyək də, təkcə çəki kimi götürməyək, amma ümumilikdə lor izahını versək, çəkisidir onun. Yəni, protonun kütləsi, bunlar proton, neytron, elektron çox-çox xırda hissəciklər olduğu üçün qramla kütləsini versək, nə bilim, sıfırdan, nə bilim, belə deyək, onlarla sıfır düzüb, sonra bir ədəd yazmalıyıq. Ona görə də həmin o real, faktiki qramla kütləsini yox, şərti kütlələr veririk. Misal üçün, protonun şərti kütləsini biz 1 götürürük. Yəni, təqribən elə hidrogenin kütləsinə bərabərdir, 1 ilə işarə edirik. Neytron da kütləsi protonun kütləsinə yaxındır. Yəni, ona da 1 ilə işarə edirik. Amma elektron kütləsi 0 qəbul edirik. Əslində qalsa, kütləsi 0 olan bir şey ola bilməz ki, düzdür. Amma niyə görə 0 ilə götürürük? Çünki elektron kütləsi proton və neytronun kütləsindən 1836 dəfə kiçikdir. Ona görə çox-çox kiçik olduğu üçün şərti olaraq 0 götürürük. Deməli, proton kütləsi 1, neytron kütləsi 1, elektron kütləsi 0. Yükə gəlincə, yük nə deməkdir? Yükdə maqnitlə yadda saxlaya bilərsiniz. Yük iki cür olur, müsbət və mənfi. Müsbət müsbəti, mənfi mənfini neyniyir? İtəliyir. Müsbətlə mənfi isə bir-birini cəzb edir. Baxıb görürük ki, proton, burada da dediyim biz, müsbət yüklüdür. Müsbət 1. Elektron isə mənfi yüklüdür. Burada ona görə mənfi işarəsi qoymuşum. Mənfi 1. Neytron isə adı üstündə neytron neytral sözündən götürülür. Yəni yüksüzdür. Sıfırdır yükü. Yüklə kütlə ayrı şeylərdir. Bunlar ancaq 1 ilə 0-dan ibarətdir. Bəzi uşaqlar qarışdırır. Proton kütləsi 1, yükü müsbət 1. Neytron kütləsi 1, yükü 0. Elektron kütləsi 0, yükü mənfi 1. İndi biz burada ədədlərini demişdik, izahını verəcək. Bax, həmin o izah bundan ibarətdir. Bax, buradakı 1 onun kütləsini göstərir. Buradakı 1 isə onun yükün, yəni 1 proton olmağı, yəni 1 yük, 1 müsbət deməkdir. Burada üstdəki 1 onun kütləsini göstərir, altdakı 0 isə onun yükün, yəni neytral olmağını göstərir. Belə də verə bilərik, bu şəkildə də verə bilər. Bu daha rahatdır, elə qısaca PN şəklində yaza bilərsiniz. Və yaxud da E-nin üstündəki mənfi, o demək ki, bunun kütləsi yoxdur, bunun mənfi yükünü göstərir. Beləliklə bizə aydın olur ki, mərkəzdə proton və neytron var. Deməli, baxıb görür ki, kütlələr proton və neytron 1-dir, elektron 0. Deməli, bunu 0 qəbul eləmiş, elektronun kütləsini 0. Proton və neytronun kütləsini 1 qəbul elədiyimizə görə bu nəticəni çıxarda bilərik. Atomun kütləsi nüvədə toplanır. Yəni, protonlarla neytronların say cəminə bərabərdir. O halda atomun kütləsini biz işarə edirik A hərfi ilə. A hərfinə biz kütlə ədədi, yəni buna deyirik kütlə ədədi. Kütlə ədədi bərabərdir protonların say cəmi ilə, protonlarla neytronların say cəminə. Yəni NP üstəgəl N şəklində göstərir. Yəni protonların sayı ilə neytronların sayını toplasaq kütləni verəcək. Və ya qısaca belə də yaza bilərik. A bərabərdir P üstəgəl N. Misal üçün, bu atomun kütləsini hesablayaq. Baxıb görürük ki, 3 dənə proton var. Deməli, A bərabərdir 3 üstəgəl. 4 dənə də neytron var. Üstəgəl 4 bərabərdir 7.
Deməli, bu atomun kütləsi neçəyə bərabərdir? 7-yə. Elektronları heç nəzərə almıram. Atomun kütləsi elementin işarəsini yuxarı sol küncündə yazılır. Misal üçün, hər hansı bir elementdir, yuxarı sol küncündə atomun kütləsi yazılır. Aşağı sol küncündə isə protonların sayı yazılır. Deməli, bəs neutron sayı yazılır. Neytronu adətən elementin ətrafında göstərmirlər. Bəzən şərtli olaraq digər künclərdə göstərir, amma əsasən yeri yoxdur onun. Onu neytronu tapmaq üçün M bərabərdir A çıxı P-dən istifadə edirik. Yəni, təbii ki, bu toplanan cəmdir də. Toplananlardan birini tapmaq üçün, hər hansı birini tapmaq üçün cəmdən digər toplanan çıxmaq lazımdır. Misal üçün, verilsə ki, atomun kütləsi 10-dur, proton sayı 5-dir, neytron neçə olar? 10-dan 5-i çıxaram 5. Və yaxud da atomun kütləsi 14-dür, neytron sayı 7-dirsə, proton sayı neçə olar? 14-dən 7-ni çıxaram 7. Bu yerləşdiyi yerdir. Məsələn, buradakı elementdə, bu indi litium elementini çəkmişəm mən burada. Litiumun kütləsi 7, proton sayı 3. Proton sayı aşağıda qeyd elədim 3, kütləsini isə yuxarıdan qeyd elədim 7. Neytron sayını da sorursaydı M bərabərdir 4. Bu kütlə hissəsi. Kütləyə elektronları mən heç vaxt aid eləmirəm, elektronları saymıram. İndi keçək baxaq, deməli, proton və biz dedik ki, kütlənin əsas hissəsi proton neйтrondan ibarət, elektronun kütləyə aidiyyəti yoxdur, ona görə heç elektronun adını çəkmədim kütlədə. İndi yük məsələsinə baxsaq, atom özü neytral və ya digər deyişlə elektron-neytral hissəcikdir. Nə deməkdir bu? Yəni, atomda nə qədər proton varsa, o qədər də elektron var. Misal üçün, bax, burada 3 dənə proton var, 3 dənə də elektron çəkdik. Aydındır? Yəni, görürük ki, proton müsbət 1, elektron mənfi 1. 3 dənə proton, yəni o deməkdir ki, müsbət 3. 3 nüvəsi var. 3 dənə elektron isə 3 mənfi 1-in mənfi 3, o belə dedi, ətrafında elektronlar var. Deməli, müsbət 3 ilə mənfi 3-ü də cəmləyəndə neçə olur? 0. Yəni, atom bütövlükdə elektron neytraldır. Mərkəzi müsbət yüklüdür, ətrafında 2 elektron varsa mənfi yüklüdür. Onların da say cəmi bərabərdir. 5 proton varsa 5-də elektron var. Yəni, 11 proton varsa 11-də elektron var. Sayları bir-birinə bərabər olur. Amma bəzən iyonlar əmələ gəlir. İyon nə deməkdir? Bax, bu ətrafdakı elektronların birini itirir və yaxud da ki, əlavə bir elektron üzərinə gəlir. Məsələn, 3 əvəzinə olur 4 dənə elektron. Bu zaman iyon əmələ gəlir. İyon nə deməkdir? Əgər elektronu itiribsə, onda olacaq 2 elektron, 3 proton. Yəni, 2 mənfi, 3 müsbət. Təbii ki, onda cəmdə olacaq müsbət 1 yüklü belə dedik, iyon. Müsbət yüklü iyona deyirik biz kation. Və yaxud da təsəvvür elə ki, 4-dən elektron olanda isə əksinə olacaq mənfi 4, müsbət 3. Yəni, elektronlardan biri artıq qalacaq. Ümumilikdə atom olacaq mənfi yüklü, mənfi 1 yüklü. Mənfi yüklü iyona da deyirlər anion. İndi bunu ətraflı izah edəcəm, iyonların xüsusiyyətləri, iyonlara aid hesablamalar. Həmin o hesablama üçün bir düstur verəcəm və iyonun yükü harada yazılır, ona qeyd edəcəm. İyonun yükü, biz burada gördük ki, elementin yuxarısında kütlə, aşağısında da proton verilmişdir. Amma iyonun yükü veriləndə isə onun yuxarı sağ küncündə verilir. Aşağı sol küncü isə indeksə aiddir. İndeks nədir? Molekulda atomların sayını göstərir. Ona görə mən aşağı sağ küncə əl vurmuram. Ancaq yuxarı sağ küncdə onu qeyd edə bilərəm. Gəlin baxaq, misal üçün götürək elə oksigen elementindən. Deməli, biz dedik ki, oksigen, bax burada yazılır, oksigen neçənci elementdir? 8-ci elementdir, yəni 8 protonu var, kütləsi də 16-dır. Bunları qeyd elədim. Ondan sonra indeksi, məsəl üçün indeks olsaydı, ta ki, oksigen qazında 2, ozon qazında 3 burada yazırdıq, amma mən indeksi burada qeyd eləməyəcəm, çünki mən molekuldan yox, atomun özündən danışacağım. Dedik ki, bunda nə var? 8 proton var. 8 burada qeyd edirəm, deməli, bunun 8-də elektronu var. Bunu avtomatik bilirəm, çünki proton sayı elektron sayına bərabərdir. İndi təsəvvür edək ki, bax, bu oksigen atomu 2 dənə elektron itirib. 2 dənə elektron itirən zaman nə olacaq? Düşəcək elektron sayı 6-ya. Yəni, müsbət 8, üzərinə gəlsin mənfi 6, cəmləyəndə neçə eləyəcək? Müsbət 2. Deməli, bunun yükü olacaq müsbət 2. Və onu da yazıram yuxarı sağ küncünə. İndi tərsinə bir misal götürək. Tutaq ki, bu dəfədə oksigen kənardan 2 elektron alıb. Kənardan 2 elektron alanda isə bunun 8 protonu var idi, yəni müsbət 8. 2 dənə 8 elektron var, ikisi də üstünə gəlir, yəni mənfi 10. Mənfi 10.
Və bunları cəmləyəndə 8-dən -10 olacaq -2. Yəni bunun yükü oldu -2. Qısası müsbət yüklü iyon, buna demişdik biz katyon. Bunda elektron sayı az, proton sayı çox olur. Mənfi yüklü iyon, buna dedik biz anion. Anionda isə elektron sayı proton sayından çox olur. Bəzən isə burada yük verilir, elektronların sayını tapmaq tələb olunur. Elektronların sayını tapmaq üçün düstur var, belə deyək, fərqini tapmalıyıq. Yəni, elektron sayını tapmaq üçün E bərabərdir. Protonun sayından çıxmalıyam mən yükü. Misal üçün, buradakı iyonda mən elektron sayını tapmaq istəyirəm. Elektron sayı bərabərdir. Proton sayı neçədir? 8. Yükü neçədir? Müsbət 2. Çıxıram müsbət 2-ni. Yəni, digər deyişlə 8-dən 2-ni çıxıram, oldu 6. Deməli, bunun neçə elektronu var imiş? 6 elektronu var imiş. Yazıram da E bərabər 6. İndi digər tərəfə baxıram. Yenə də bu iyonun neçə elektronu var, onu soruşsa, elektron sayı bərabərdir. Protonun sayı neçədir? 8. 8-dən çıxıram yükü. Yəni, burada biz düstur təklif elədik. Elektron sayı bərabərdir, protoncıq yük. 8-dən çıxıram -2. Biz riyaziyyat kursundan bilirik ki, 2 mənfi ardıcıl gələndə o müsbətə çevrilir. Yəni, oldu 8 üstəgəl 2. Oldu 10. Deməli, bunun da elektron sayı 10-a bərabərdir. Qısası, atomlar elektron sayına görə, proton sayına görə, neytron sayına görə fərqlənir. Biz bayaq demişdik ki, ən sonda qayıdacaq dövrü cədvəli yenidən bəzi nüanslar izah edəcəm. Bu dövrü cədvəldə elementlər sırayla düzülüb. Məsələn, 1-ci element, 2-ci element, 3, 4, 5, 6, 10, sonra qayıdıb 11, 12 və s. Necə ki, biz yazını soldan sağa doğru, yuxarıdan aşağıya doğru yazırıq, eləcə də elementlər cədvəlində soldan sağa, yuxarıdan aşağıya doğru, ta ki 1-dən 118-ə qədər düzülüb. Dövrü cədvəldəki hər bir elementin sıra nömrəsi atomun protonunun sayına bərabərdir. Yəni, 1-ci elementin 1 protonu var, 5-ci elementin 5 protonu, 15-ci elementin 15 protonu var. Nə qədər element varsa, sıra nömrəsi varsa, o qədər də protonu olacaq. Misal üçün, proton sayı 17 olan element neçənci elementdir? 17-ci elementdir. Və o cümlədən biz demişdik ki, atomun bütün müsbət yükü mərkəzdə toplanır, deməli, nüvənin yükü proton sayına bərabərdir. Misal üçün, 5 protonu olan nüvə yükü 5 müsbət olacaq. 10 protonu olan atomun nüvə yükü olacaq 10 müsbət. Çünki nüvədə protondan başqa heç nə yoxdur ki, deməli, nə qədər proton varsa, o qədər də yük olacaq. O halda biz belə götürə bilərik. Sıra nömrəsi, proton sayı və nüvə yükü bir-birinə bərabərdir. Misal üçün, oksigenin, burada göstərmişdir. Oksigen 8 protonu var, nüvə yükü müsbət 8-dir, 8-ci elementdir. Baxıb görürük ki, burada 8-ci elementdir. Və yaxud da azot 7-ci elementdir, 7 protonu var, nüvə yükü müsbət 7-yə bərabərdir. Yəni, buradan belə nəticə çıxartmaq olar ki, eyni elementin bütün atomlarında eyni sayda proton var. Və bunu da belə ümumiləşdirə bilərik. Element nəymiş? Protonları eyni qədər olan atomlar növünə element deyilirmiş. Biz elementləri əvvəldə qısaca keçdik, adlandırma qaydasını. İndi element haqqında geniş surətdə bunu dedik ki, eyni elementin bütün atomlarında eyni qədər proton var. Amma neytron və elektron sayı fərqlənə bilər. Misal üçün, elektron sayı nə vaxt fərqlənirdi? İyonlarda fərqlənirdi. Misal üçün, müsbət yüklü iyon ola bilər, mənfi yüklü iyon ola bilər. Bunda məsələn 6 elektron var idi, bunda 10 elektron var idi. Amma yenə eyni elementdir. Sadəcə eyni elementin fərqli iyonlarıdır. Və yaxud da neytral atomunda 8 elektron olurdu. Bəs yaxşı, neytron sayı fərqli olanda nə olur? Misal üçün, oksigen normalda kütləsi 16-dır, düzdür. Bu o deməkdir ki, onun 8 proton, neytron və atom kütləsi. Oksigenin 8 protonu var, 8 neytronu var. Bunları cəmləyəndə elə də 16-dır. Kütləsi 16. Bəs yaxşı, ola bilər ki, neytron sayı fərqli olsun? Bəli, mümkündür. Misal üçün, neytron sayı olsun 9. Onda nə olacaq? Kütləsi olacaq 17. Və yaxud da neytron sayı olsun 10. Onda kütləsi neçə olacaq? 8 üstə 10, 18. Deməli, neytron sayı fərqlənədə nəyi dəyişirmiş? Kütləni dəyişirmiş. Adətən kütlədən başqa da heç nəyi dəyişmir. Yəni, belə deyək də, neytron sayı dəyişdikcə kütləni dəyişir, bütün xassələr də eyni qalır. Sadəcə eyni elementin fərqli kütləli, belə deyək də, atomları olmuş olur. Bu fərqli kütləli atomlara deyirlər izotoplar.
Yəni, eyni elementin müxtəlif neytron sayı olan versiyalarını izotoplar deyirlər. Hidrogendən misal göstərək. Misal üçün, hidrogenin 3 dənə izotopu var. Hidrogen qeyd edilir burada. Üçü də eyni elementdir. Yəni, üçündə də eyni qədər proton var. Amma kütləsi 1 olan var, kütləsi 2 olan var, kütləsi 3 olan var. Kütləsi 1 olanda təkcə 1 proton var, neytron yoxdur. 2 olanda 1 proton, 1 neytron. Kütləsi oldu 2. 1 proton, 2 neytron. Cəmləyəndə kütləsi oldu 3. Kütləsi 2 olanı həmçinin deuterium da deyirlər. Hidrogenə kütləsi 1 olanı protium deyirlər. Kütləsi 2 olanı deuterium, kütləsi 3 olanı tritium. Tri sözündən götürülür. Deməli, yenə də qeyd edək, üçü də proton sayı eynidir. Yəni, üçü də eyni elementdir. Amma kütləsi biri 1-dir, biri 2-dir, biri 3-dür. Çünki neytron sayı birində 0 dənədir, birində 1 dənə, digərində isə 2 dənə neytron var. Üçü də eyni xassəlidir, sadəcə kütlələr fərqlidir. Məhz bu kütlə fərqinə görə suyun, məsələn, suyun normalda kütləsi 18-dir, amma suyun ağır versiyası var, 20-22 olan versiyalar var. Və bu siyahını uzatmaq olar. Bunlara nə deyirdik biz? İzotoplar. İzotop sözünün mənası izotop, yəni eyni yeri tutan deməkdir. Eyni yeri tutur, amma fərqli kütlələri var. Bu da izotoplar haqqında məlumat verdik. İndi molekulyar və qeyri-molekulyar quruluşlu maddələr haqqında son olaraq danışaq və ondan sonra da dərsimizi bitirək. Deməli, biz dedik ki, maddələr atomlardan ibarətdir. Bəzi hallarda maddə ya birbaşa atomdan və yaxud da iondan ibarət olur. Buna deyirlər qeyri-molekulyar quruluşdur. Bəzi hallarda isə atomlar birləşir, molekul əmələ gətirir, molekullar birləşir, maddə əmələ gətirir. Yəni, belə götürə bilərik. Molekulyar quruluşlu maddələr, atomlar birləşirlər, əvvəl əmələ gətirirlər molekulu. Molekullar da birləşirlər, ümumilikdə maddəni əmələ gətirirlər. Misal üçün, hidrogen atomdur. İki hidrogen atomu birləşir, hidrogen molekulunu əmələ gətirir və olur hidrogen maddəsi. Və yaxud da oksigen atomdur. İki oksigen atomu birləşir, oksigen molekulunu əmələ gətirir, oksigen qazı maddəsi. Və yaxud da 3 oksigen atomdur, 3 oksigen atomu birləşir, ozon molekulu əmələ gətirir. Bu da ozon maddəsini belə deyək də təşkil edir. Deməli, bəzi maddələr nədən ibarət imiş? Molekullardan. Molekullardan təşkil olunan maddələr deyirlər molekulyar maddələr. Molekulyar maddələrin tərkibində atomlu, yenə molekullar var, molekulun da daxilində atomlar var. Misal üçün, biri də göstərək su. Suyun tərkibində nə var? Hidrogen və oksigen atomları var. Bunlar atom və molekullardan, belə deyək, molekullardan ibarət olduğu halda göstərilir. Bir də var, bəzi maddələrdə var, molekulyar quruluşlu deyirlər. Buna deyirlər qeyri-molekulyar maddələr. Qeyri-molekulyar maddələrdə isə molekul olmur. Nə olur? Ya atom olur, ya da ionlar olur. Misal üçün, qeyri-molekulyar quruluşlu maddələr karbon. Karbonlar birləşib, molekul əmələ gətirmir. Məsələn, C2, C3, C4 əmələ gətirmir. Karbonlar, sonsuz sayda karbonlar birləşir, elə birbaşa maddənin özünü əmələ gətirir. Deməli, nə olur? Atomlardan təşkil olunur, molekul yoxdur. Və yaxud da ki, ionlardan təşkil olunur, məsələn, xörək düzü, natrium klorid. Natrium müsbət ionları ilə xlor mənfi ionları bir-birinlə sonsuz ardıcıllıqla birləşir, natrium klorid maddəsi əmələ gətirir. Yəni, bunda da yenə molekul yoxdur, şərti olaraq biz molekulyar formulu veririk. İndi molekulyar formulu, daha sonra molekulyar formulu əsasən kütlənin hesablanma qaydalarıdır. Bunu ətraflı sonraki dərslərdə izah edəcəyik. Sadəcə molekulyar quruluşlu maddələrə bir neçə misallar göstərək. Onu deyək ki, metallar hamısı qeyri-molekulyar quruluşdur. Misal üçün, dəmir, alüminium və s. Çünki onlardan molekul əmələ gəlmir. Məsələn, dəmir 2 yazmaram və yaxud da alüminium 3 yaza bilmərəm. Çünki bunlar molekulyar deyirlər. Hamısı nədir? Qeyri-molekulyar quruluşdur. Molekulyar quruluşdur, qeyri-metalların da hamısı yox. Müəyyən bir qismindən ibarətdir. Misal üçün, qaz halında olanlar H2, məsələn, hidrogen qazı, xlor 2 qazı, azot qazı, oksigen qazı, ozon qazı, fluor qazı və s. Maye halında olanlardan bromu biz götürə bilərik. Bərk halda olanlardan, məsələn, yodu götürə bilərik, ağ fosforu götürə bilərik, kükürdü götürə bilərik. Və görürük ki, bunlar molekulyar quruluşlardır. Yəni, məsələn, 8 dənə kükürd atomu birləşir, kükürd molekulunu əmələ gətirib, sonra da çoxlu sayda kükürd molekulu birləşir, kükürd maddəsi əmələ gətirilmişdir. Dərsimiz bu qədər. Bu birinci dərsimiz idi. Növbəti dərsimiz, ikinci dərsimiz olacaq.
Çalışacağam ki, mən dərsləri son dərəcədə təfərrüatla və sadə şəkildə, aşırı sadə şəkildə izah etmək. Çünki mənim bu kanalda videolarımın devizi bundan ibarətdir ki, mənə kimyanı 10 yaşlı uşağı izah edərcəsinə izah et. Yəni mən çalışacağam maksimum xırdalıqlara qədər, təfərrüatına qədər sadə şəkildə izah edeyim. Bu qədər, növbəti dərslərdə görüşənədək. Sağ olun.